Qarabağ gedib hansısa futbolçuya 5 milyon verib ala bilməz. Başa düşürsə demək istəyirəm. Və yaxud da hansısa futbolçuya illik milyondan çox pul verib saxlaya bilməz komandada. Təbii ki, bu variant edə bilməz, amma digər bir variant futbolçuların ayrılığı var. Əvvəlki dönəmlərdə belə təcrübədən Qurban uğurla çıxmağı bacarıb, Yasin Benziya, Junior kimi oyuncular ayrıldı, amma o futbolçuların yeri doldurula bildi. Necə düşünürsən, yaxın gələcəkdə Marko Yankoviçi, Bikalyosu ayrılsa, hətta 90% futbolçu isə... Əla bir yerə gəldin. Mən təqribən 2005... Qarabağ parçalanar, yoxsa daha yaxşı Qarabağ dönəmləri? 2005-ci ildən. Yəni, futbolun içindəyəm, 20 ildir artıq. Mən Qarabağ qədər nöqtə transfer eləyən başqa klub görməmişəm. Dünya futbolundan danışıram. Nöqtə transfer eləyən, necə nöqtə? Tutaq ki, 8 futbolçunun 10 futbolçu alırsa Qarabağ, 7-si tutur. Əla göstərici. Bu, inanılmaz göstəricidir. Əla göstərici. Özə Qarabağ çapda komandadır. Yəni, Qarabağ çapda komandadır. Ay, sağ ol. Yəni, bu göstəricini başqa hansısa bir dünya futbolunda analogun olduğu mən görməmişəm. Və burada yazıblar ki, İstəyirsən sən oxu, Yankoviç maestrodur falan. Özdə kimdirsə yazan qiymətləri də bilir. Zaur Əsgərov adlı izləyicimiz yazır. Qiymətlərini də bilir hamısı. Maestrodur, 600 min alır. Kadi isə 1,2 milyon alır. Marco A seriyasında oynayıb. Kadi Portuqaliyanın 3-cü liqasında Kadini edən Qurban Hocadır. Niyə maaş fərqi olmalıdır ki? Və həmin Zaur Əsgərov yazır ki, Yankoviç Qarabağda ən səviyyəli futbolçudur. Fiziki səviyyəsi Qarabağda ən üst futbolçudur. Oynamırsa səbəbləri var. Pulunu verin, oynasın. Məncə hər şey bu qədər sadə deyil də. Kadi Borges 5 milyon Qarabağda qazandırıb. Məsələn, bu tərəfi də var. Və ikinci dönüşündə gəlib Qarabağa. Bu rəqəmlər nə qədər həqiqətdir, o bir qədər sualdır. Biz belədirmi, belə deyilmi? Ona görə bu rəqəmlər üzərindən suallar demək bir qədər çətindir. Amma o fikirlə razıyam ki, Marko Yankoviç Qarabağ üçün önəmli fiqurdur. Məncə son dönəmlər bəlkə də Markonsuz Qarabağ təsəvvür etmək çətindir. Çətindir. Amma digər tərəfdən, Ahmet, yaxşı xatırlayıram, Qarabağ Bayer Leverkuseni mərhələsini adlamaq şansı kifayət qədər yüksək idi. Hətta 4-1 mərhələyə yüksələ bilərdi Avropa Liqasında. Və hər kəs bir məna olaraq dedi ki, bu heyət qorunmalıdır, bu heyət qorunmalıdır. Məhz bu heyət qalsa növbəti il daha yaxşı nəticələr qazana bilər. Yaxşı xatırlayıram, Qarabağ əlavə maliyyə ayırdı, bir çox futbolçuların maaşını ödənişlər elədi əlavə və həmin heyət qorundu. Juninho da həmin heyətdə idi, Benziya da həmin heyətdə idi və həmin heyət olduğu kimi qorunub saxlandı və növbəti il Avropa Liqasında komanda sonuncu pilləni tutdu 36 komanda arasında və cəmi bir qələbəsi var idi. Amma yenilənən Qarabağ, Yankoviçi, daha doğrusu Benziyası getdi, Juninhosu getdi. Hücumçusuz qalan Qarabağ yayda hər kəs bir mənalı olaraq deyirdi ki, komanda fiyasko yaşayacaq. Çempionlar Liqasına getdi, 7 xal topladı və hətta play-off şansı var.